Azərbaycan milli qəhrəmanı Azalın Aktal yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotlarından biri olan Aleksandr Kalyaninov dayandığım bu məkanda və gördüyünüz Krapivninski Milli Aviasiya Universitetinin Uçuş Akademiyasında təhsil alır. Bu təhsil ocağı 1951-ci ildən aviasiya mütəxəssisləri yetişdirir. 80-dən çox ölkənin 110 mindən çox mütəxəssisi məhz burada təhsil alır. Onlardan biri də Aleksandr olub. 1992-ci il təvəllüdlü Aleksandr Kalyaninov Bakı Avropa Liseyini bitirib. Ali təhsilini Bakıda və Türkiyənin İzmir şəhərində davam etdirib. Daha sonra magistr təhsilini Ukraynada davam etdirmək qərarına gəlib. 2021-ci ildə Krapivninski Milli Aviasiya Universitetinin Uçuş Akademiyasında aviasiya nəqliyyatı üzrə magistr dərəcəsini alıb və pilot mühəndisi, tədqiqat mühəndisi ixtisaslarına yiyələnib. Aleksandr Ukraynada magistr təhsili aldığı müddətdə çox ağıllı, bilikli, bir neçə xarici dildə səlis danışan, dürüst insan kimi yaddaşlarda qalıb. Biz məzunumuz Azərbaycan xalqının qəhrəmanı, insanların, həyat və sərnişinlərin həyatını xilas edən Aleksandr Kalyaninovun adını daşıyan auditoriyada dayanmışıq. Aleksandr ən yaxşı məzunlarımızdan biridir. O, əla tələbə idi və müəllimləri onun haqqında yüksək fikirlər söyləyirlər. Aleksandr fəal idi. Ukraynanı sevirdi. Ölkəmiz daxilində çox səyahət edirdi və həmyaşıdları tərəfindən hörmətlə qarşılanırdı. Biz onun haqqında yalnız ən xoş xatirələri əziz tuturuq. Onun xatirəsinə akademiya ən yaxşı auditoriyalarından birini seçib. Ukraynanın Azərbaycandakı səfirliyi, xüsusən də bu yaxınlarda bizi ziyarət edən səfir Yuri Gusev əhəmiyyətli və dəyərli kömək göstərib. Aleksandr uşaqlıqdan atası kimi pilot olmağı və həyatını səmaya həsr etməyi arzulayırdı. Məhz o səmalarda olmaq arzusunu gerçəkləşdirmək üçün peşəkar təhsil alaraq nümunəvi pilot oldu. Bu auditoriyada pilot Aleksandr Kalyaninov təhsil alıb və indi onun adına güşə yaradılıbdır. Məhz bax bu güşədə həmin qəzaya uğrayan təyyarənin maketi Azal tərəfindən təqdim edilib və hətta mən də sizə göstərəcəm, Kalyaninovun qiymət kitabçası bu güşədə var və həmçinin onun diplomu bu universitetdə, akademiyada təhsil aldığı, magistr pilləsində təhsil aldığı diplomun orijinalı da var və digər sənədlər, hətta imtahan zamanı düşdüyü biletin və müdafiə etdiyi zaman yazdıqları belə deyək, qeydlər də burada var. Ümumiyyətlə, onu da qeyd edək ki, bu hələ ki auditoriya tam formalaşdırılmayıbdır. Gələcəkdə burada onun adına muzey də yaradılacaq və burada təhsil alan tələbələr Aleksandr Kalyanov haqqında geniş məlumatlandırılacaq. Reportajımız zamanı akademiyanın dosenti, tarixçi, alim İrina Ramanka milli qəhrəmanımızın keçdiyi həyat yolu barədə tələbələr qarşısında məruzə ilə çıxış edirdi. Onun qəhrəmanlığı məhz akademiyada təhsil alan tələbələrə bir nümunə kimi göstərilir. Akademiyamızın rəsmi saytında məzunumuz Azərbaycanın milli qəhrəmanı Aleksandr Kalyaninovun həyat və qəhrəmanlığına həsr olunmuş memorial yaradılıb. Dünyadakı hər kəsin memorialın materiallarına daxil ola bilməsi üçün virtual format seçdik. Mətn iki dildə, Ukrayna və Azərbaycan dillərində təqdim olunur. Bu, Aleksandr Kalyaninovun həyat hekayəsidir. Erkən uşaqlıq illərindən Bakıdakı Avropa Liseyində təhsilindən, Milli Aviasiya Akademiyasında və Ukrayna Dövlət Uçuş Akademiyasında təhsil aldığı illərdən bəhs edir. Bu dövrə onun peşəkar inkişafı, Azərbaycan hava yollarında işləməsi və onlarla insanın həyatına son qoyan o dəhşətli, faciəli günün hadisələri daxildir. Ekipajın şücaəti və Aleksandr Kalyaninovun qəhrəmanlığı Azərbaycandan olan kursantlar da daxil olmaqla nəsillər boyu kursantların təlimi və təhsili üçün nümunədir. Aleksandr Kalyaninovun nümunəvi tələbə olduğunu onun magistr təhsili üzrə rəhbərinin dilindən eşitmək də xoş oldu. Mən Aleksandrın magistr dissertasiyası üzrə magistr proqramı zamanı onun rəhbəri idim. O heç vaxt problem yaratmayıb. Aleksandr çox nəzakətli və intizamlı tələbə idi. Verilən tapşırıqları müstəqil və uğurla yerinə yetirirdi. Aleksandr həmişə təşəbbüskarlıq və işləmə istəyi göstərərək biliyini ən yüksək səviyyədə nümayiş etdirirdi. Aleksandr Kalyaninovun adına auditoriyanın yaradılmasında diasporumuzun xidməti də danılmazdı. Bu işdə diasporumuzun fəalları akademiya ilə sıx əməkdaşlıq edirlər. Təhsil ocağında bizim Azərbaycanlıların 60-a yaxın Azərbaycan tələbələri oxuyur.
və bugünkü gün burada bu təhsil ocağında milli qəhrəmanımız Aleksandr Kalyanovun muzey güşəsi yaradılıb və bugünkü gün bu muzey güşəsinin daha da inkişafı etmək üçün əlimizdən gələn köməkliyi göstəririk. Aleksandr Kalyaninov peşəkar pilot kimi çox qısa yol keçsə də şücaəti ilə əbədiyyətə qovuşdu. Səma yolunda milli qəhrəman oldu. Onu da qeyd edək ki, Azala məxsus Embraer 190 tipli sərnişin təyyarəsinin Bakı-Qrozo reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri İqor Kışnyakin, Aleksandr Kalyaninov, Hökümə Əliyevaya ölümlərindən sonra Azərbaycanın milli qəhrəmanı adı verilib.